Çok düzgün gidadan başlayır. Şokolad uzun illərdir sızanaqlarla əlaqələndirilir. Amma səbəb həqiqətən kakao özüdür, yoxsa onunla birlikdə gələn şəkər və süd məhsulları? Gəlin baxaq. Şokolad və kakao tozu sızanağa səbəb olurmu? Sızanaq dünyada demək olar ki, hər 10 nəfərdən birinə təsir edir və bu da onu qlobal miqyasda ən geniş yayılmış 8-ci xəstəlik edir. Bəs qidalanmanın rolu nədir? Bir əsr əvvələ qayıtsaq, dermatologiya dərslikləri müxtəlif pəhriz məhdudiyyətlərini tövsiyə edirdi. Məsələn, sızanağı olanlara donuz əti, kalbasa, pendir, turşular, şirniyyatlar, xəmir məmulatları, kakao və şokoladdan uzaq durmaq məsləhət görülürdü. Amma o dövrün tibbi yanaşmaları çox vaxt əsassız nəzəriyyələrlə dolu idi. Məsələn, Dr. Kellogg sızanağın səbəbini masturbasiya ilə əlaqələndirirdi. Güya bir neçə qarğıdalı lopası ilə bunu düzəltmək olardı. Amma müasir populyasiya tədqiqatları sızanaqla süd məhsulları, şirniyyatlar və şokolad arasında əlaqə tapıb. Lakin səbəb-nəticə əlaqəsini bilmək üçün bunu sınaqdan keçirmək lazımdır. Harvard tibb bacıları araşdırması kimi yüksək keyfiyyətli tədqiqatlar təxminən 50 min qadını izləyərək yeniyetməlik dövründə süd içilməsi ilə sızanaq arasında əlaqə tapıb, xüsusən də yağsız südlə. Bu əlaqə yeniyetmə oğlanlarda da müşahidə olunub. Əvvəlcə bunun süddəki hormonlardan qaynaqlandığı düşünülürdü. Amma problem süd zülalı olan zərdab da ola bilər. Yağsız süd daha duru olmasın deyə ona əlaqə zərdab zülalı qatılır və bu maddə ya birbaşa sızanağın yaranmasında rol oynaya, ya da hormon daşıyıcısı kimi çıxış edə bilər. Bu belə halları izah edir. Zərdab protein tozları yeniyetmələrdə sızanaq alovlanmasına səbəb olub və onlar yalnız zərdabı kəsəndən sonra düzəlib. Bu, sadəcə zülal effekti də deyil. Məsələn, soya protein əlavələri eyni problemi yaratmayıb. Süd məhsulları ilə bağlı müdaxilə tədqiqatları isə əsasən müşahidə xarakterlidir. Sızanaq və qidalanma üzrə aparılan sistematik icmallarda süd məhsulları ilə bağlı 20-yə yaxın tədqiqatın təxminən 4/3-ü mənfi təsir göstərir, qalanları isə təsir tapmır. Süd məhsullarının sızanağa faydalı olduğunu göstərən isə heç bir tədqiqat yoxdur. Buna baxaraq, südsüz pəhrizin sınanmağa dəyər olduğu qənaətinə gəlmək olar. Amma bu, aşağı səviyyəli sübutlar əsaslanır. C və D səviyyəsi. Bizim istədiyimiz isə randomizə olunmuş müdaxilə tədqiqatlarıdır. A və B səviyyəsi sübutlar. Süd üçün bunlar yoxdur, amma şokolad üçün var. Sızanaq mövzusunda şokoladdan daha çox ittiham olunan qida yoxdur. Əgər siz şokolad istehsalçıları asosiasiyası olsaydınız, məhsulunuzu pis göstərməmək üçün necə bir tədqiqat dizayn edərdiniz? Klassik sənaye hiləsi. Məhsulu daha pis bir şeylə müqayisə etmək. İnsanlara şokolad batonları ilə qismən hidrogenləşdirilmiş bitki yağından, trans yağlardan hazırlanmış saxta şokolad verdilər. Daha çox şəkər, süd zülalı və 28% trans yağla dolu Crisco tipli bitki yağı. Nəticə? Həqiqi şokoladla eyni sayda sızanaq yarandı və beləliklə şokolad sızanağa səbəb olmur nəticəsi çıxarıldı. Və tibbi ictimaiyyət buna inandı. Körpələrin əlindən şirniyyat almışıqmı? Xəstələr pəhrizin sağlamlığa zərər verə biləcəyinə dair əsassız inanca sahibdir. Bu zəif tədqiqat 10 illiklər boyu sorğulanmadan qəbul edildi və hətta son icmallarda belə istinad olundu. Sadəcə J. Amada dərc olunması tədqiqatın keyfiyyətli olduğu demək deyil, xüsusilə sənaye maraqları varsa. Ola bilsin ki, sızanağı olanlara yalnız şəkər və südü deyil, həm də trans yağlar azaltmağı tövsiyə etməliyik. Amma qidalarla bağlı qəti tövsiyə vermək üçün yaxşı dizayn olunmuş randomizə klinik sınaqlar lazımdır. Belə tədqiqatlar uzun müddət yox idi. 20-ci əsrin əvvəllərində pəhriz sızanaq müalicəsinin bir hissəsi idi. 1960-cı illərdə isə bu əlaqə gözdən düşdü. Səbəbi isə şokoladın sızanağa təsiri olmadığını sübut edən zəif dizaynlı tədqiqatlar idi. Bu tədqiqatlar ciddi dizayn qüsurlarına baxmayaraq, dermatoloqların düşüncəsində pəhrizlə sızanaq arasındakı əlaqəni mif kateqoriyasına saldı. Halbuki bu yanaşmanın faktiki elmi əsası çox zəif idi. Əslində, şokoladın sızanağa təsir edə biləcəyinə dair mexanizmlər var. İnsanlardan şokolad yeməzdən əvvəl və sonra qan götürəndə,
onların bəzi immun hüceyrələrinin iltihab yaradan maddələri daha çox ifraz etməyə hazırlandığı görünür. Bəs bu şokoladdır, yoxsa süd və şəkər? Şəkəri azaltmaq sızanaqları yarıya endirə bilər. Amma süd şokoladı ilə jele konfetləri müqayisə edəndə yalnız şokolad qrupu pisləşdi. Bəs tünd şokolad? 100% kakao ilə aparılan tədqiqatda ağ şokolad sızanağı artırdı, amma tünd şokolad yox. Lakin başqa tədqiqatlarda tünd şokolad da sızanağı artırdı. Problem nə idi? Nəzarət qrupu yox idi. Bunu dəqiq bilmək üçün insanlar şokolad yediklərini bilməməli idi. Kakao tozunu kapsul şəklində, şəkərsiz, südsüz, yağsız verdilər. Və nəticə? 4 gün ərzində sızanaqlar yenə 2 qat artdı. Bu tədqiqat yalnız kişilərdə aparılmışdı və bəzi məhdudiyyətləri var. Amma mövcud sübutların balansı göstərir ki, sızanaq problemi olanlar şokoladı azaltmağı sınaya bilər.